Salam. Deməli, bildiyiniz kimi mən yeni dərsliklərə əsasən Azərbaycan tarixi, ümumi tarix yeni dərsliklərə əsasən 6-cı sinifdən sual-cavablar hazırlamışam. İndi növbəti mövzu isə Manna dövlətidir. Həmin bu sualların indi cavablarını deyəcəm. Və belə bir ideya var ki, yəni təklif olunub ki, bu PDF-lərdən ibarət qrup açım, WhatsApp-da bir qrup açım, ödənişli qrup, ödənişli yəni 5-10 manat arası belə olacaq da, yəqin çox güman ki. Həmin o qrupda həftədə 2 dəfə, 3 dəfə PDF-lər atım, sonra da bu izahları atım ora. Və bildiyiniz kimi 9-dan 11-ə qədər, yəni 6-dan daha doğrusu 11-ci sinifə qədər bütün dərslikləri belə sual-cavab formasında hazırlamışam. Həftədə 2 dəfə, 3 dəfə belə atım ora. Siz də yazasınız, sonra da izahını atım, yoxlayasınız. Belə bir qrup. İstəyən varsa əlaqə saxlasın. Deməli, əlaqə nömrəsi də 055 879 83 28. Belə başladıq. Deməli, Şərrani. Şərrani bu Assuriyalılar vilayət hakimləri, tayfa başlarını fərqləndirmək üçün Şərrani adlandırılırlar. 2. Vilayətlər arasında ərazisinə görə ən böyük və ən güclüsüdür Zama. 3. Urmiya gölünün cənub hissəsində yerləşən bu vilayətdə əvvəllər Lulu ilə məskunlaşmışlar Zama. 4. Dövlət müəyyən bir ərazidə yaşayan əhalini qanunlarla əsaslanaraq idarə edən siyasi təşkilatdır. 5. Manna adına ilk dəfə rast gəlinmişdir. Eradan əvvəl 840-cı ildə buraya yürüş etmiş aşırı hökmdarlarının kitabəsində. 6. Manna şimalında dövləti qoruyan təbii mane rolunu oynaydı. Araz çayı şimalda, Arazın sərhəd daxı. Ona görə 7. Manna şimal-qərbdən həmsərhəd idi Urartu ilə. 8. Mannanın paytaxtı İzirtut. 9. Mannada hökmdarın yanında fəaliyyət göstərirdi, hökmdara məsləhət verirdi. Ağsaqqallar şurası. 10. Manna əhalisi varisləri idi. Eradan əvvəl 3-cü, 2-ci minlikdə Urmiya göl hövzəsində yaşamış Kutulu, Lubisu, Turku və s. bu kimi tayfaları. 11. Mannanın mərkəzləşmiş dövlətə çevrilməsi prosesi baş verdi İranzun dövründə. 12. Mərkəzləşmiş dövlət əyalətlərin birbaşa mərkəzi hakimiyyətini təyin etdiyi məmurlar tərəfindən idarə edilməsidir. 13. İranzun dövründə vilayət başçılarının yerinə təyin edildi canişinlər. 14. İranzu iki oda arasında dedikdə hansı dövlətlər nəzərdə tutulurdu? Burada Urartu ilə Aşur dövlətləri idi. 15. İranzu Urartu təcavüzünü dəf etmək üçün Asurla birlikdə mübarizə aparmağa başlayır. 16. İranzuya qarşı baş vermiş üsyanı yatırtmağa kömək etdi 2. Sargon. 17. Eradan əvvəl 714-cü ildə müqavilə imzaladılar 2. Sargon və ulusunu. 18. İskitlərin Ninevaya hücum faktını sübut edir. Arxeologlarla dağıdılmış Ninevanın qala divarlarından İskit oxuzluqlarını tapmasıdır. 19. Bu Manna hökmdar İskitlərlə dostluq münasibətləri qurdu Ahşeri. 20. Deməli, Midiyada Astur əleyhinə baş verən üsyanlara yardım edən Manna hökmdarı Ahşeri. 21. Aşurbanipal bu yolla İskitlərin bitərəfliyinə nail oldu, qiymətli hədiyyələr göndərərək. 22. Müharibə dövlət və ya ictimai qruplar arasında aparılan silahlı mübarizədir. 23. 2. Sargon Yuxular evi adlandırmışdı. Uşkay və Termakit qalaları arasındakı yerləşən yaşayış məskəninə. 24. Deməli, Asur qaynaqlarında Urmiya boyu vilayətlərdən alınan baz sadalanlar üçün birinci göstərilirdi at. 25. Mannalılar torpaqlarını ışımlayırdılar ağac kötan və dəmir toxu ilə. 26. Həsənin daşdır edilən məbədin mərkəzində kərpic meydançasının quraşdırılmasından aydın olur. Burada qurban ayinləri keçirilibmiş. 27. Mannada qalalar bu yerlərə tikilirdi, müdafiə üçün əlverişli yerlərdə. 28. Həsənlidən tapılmış qızılcamın üzərində bu tanrılar təsvir olmuşdu. Deməli, günəşdir, aydır, bir də tufandır, yağış külək tanrılardır. 29. Mannada təbiətin ölməsi və dirilməsi inancı ilə bağlıdır dirilç ağacı. 30. Hökmdar şəhəri İzirtu. 31. Bu 5-ci sinifdə padşah şəhəri adlandırılır. 31. Manna dövləti ictimai və siyasi quruluşuna görə quldar monarxiyadır. 32. Mannanın ibtidai cəmiyyətdən sinfi cəmiyyətə yenicə keçini göstərir. Burada ağsaqqallar şurasının olması mövzusu. 33. Bu mübarizə Mannanın özünü əsl dövlət kimi tanıtmasına və qüvvətlənməsinə səbəb oldu. Urartuya qarşı aparılan müharibələr. 34. İranzunun daxili siyasətinin əsasını təşkil edirdi. Manna vilayətlərini birləşdirib mərkəzi hakimiyyəti gücləndirmək. 35. İranzu vilayətləri mərkəzi hakimiyyətin ayağına çevirmək üçün hakimlərin yerinə canişinlər təyin edirdi. 36. İranzunun dövründə Assuriya və Urartu arasında uzun sürən mübarizə qələbəsi ilə baş çatdı. Eradan əvvəl 735-ci ildə Assuriyanın.
37. Vauş döyüşü eradan əvvəl 716 az öldürülür. 38. Sırdaqqa müqaviləsi bu eradan əvvəl 714-cü ildə Manna xarac ödəməlidir, əvəzində Assuriya işğal olmuş Manna ərazilərini azad etməli idi. 39. Bu hökmdarın dövründə Manna Assuriya torpaqlarına hücum edirdi. Aşerin dövründə təbii ki. 40. At belində döyüşən və bu cəngavər tayfalar ön Aslan tarixində dönüş yaratmışdı. Kimmerski Sak tayfaları. 41. Eradan əvvəl 7-ci əsrin ortalarında Mannaya hücum etmiş Assuriya hökmdarı Aşurbanipaldır. Aşuriyə görə. 42. Midiya və Babil üçün bu dövlət onların qəddar düşməni müttəfiq idi. Təbii ki, Manna idi. Assur müttəfiq idi ona görə. 43. Həsənli yaşayış yerində tapılmış iri şərab küpləri sübut edir üzümçülüyün inkişaf etdiyini. 44. Bu vilayətdə atçılıq inkişaf etmiş, xüsusi at təlimçiləri olmuşdur Subi. 45. Eradan əvvəl 719-cu ildə İrancaya qarşı üsyan etmiş şəhərlər şu an daxil Durduqqadır. Sonra Saqun gəlib bu üsyanları yatırır. 46. 22 Manna qalasını ələ keçirmişdi 1-ci Rusa. 47. Həsənli və Cibiyə tapıntıları sübut edir. Mannada metal işləmə sənətinin inkişaf etdiyini. 48. Həsənlidən tapılmış parça qaraqları sübut edir. Toxuculuqda qoyun yunundan istifadə olunduğunu. 49. Manna əhalisinin əsasən səma cisimlərini və təbiət hadisələrini sitayiş etdiyini göstərir. Həsənlidəki qızılcam onun təsviri. Bu qədər, sağ olun.